Əziz izləyicilərimiz, biz bu günlərim qarlı, yağışlı, soyuq bir havada Azərbaycanımızın çox gözəl rayonu olan Sabirabad rayonundayıq. Bu günlərim dekabr ayının 10-unda çox kəskin pis hava şəraitində gəlib gözəl bir kəndə çıxmışıq. Zal Qarağac kəndinə. Bəli, mən Vüsal Kəlbəcər Zal Qarağac kəndində dəfələrlə olmuşuq. Həm şagirdləri, tələbələr haqqında dəfələrlə məqalələr hazırlamışıq. Bu günlərim biz çoxlu sayda tələbələrdən, müəllimlərdən, şagirdlərdən sorğular apardıq. Təqaüddə olan qabaqcıl, nümunəvi, qocaman müəllimlərdən birini, gözəl ağsaqqallardan birini sizlərə təqdim eləmək istəyirəm. Adınız, soyadınız? Ələsbər Mustafayev Cəmaləddinoğlu. Çox gözəl. Ələkbər müəllim, neçə yaşınız var hal-hazırda? 73 yaşım var. Allah ömür versin. Və 73 yaşına qədər müəllim kənddə gözəl şagirdlərə vətənimizi sevməyi, bayrağımızı sevməyi, dövlətimizi sevməyi təbliğ edibdir. Allah ömür versin müəllimə, can sağlığı versin. Və müəllim, hansı fən tədris eləmişsiniz? Belə idman dərslərini tədris eləmişəm. Məktəbdə həm də rəhbər vəzifələrdə işləmişəm, dərs müdiri işləmişəm, məktəb direktoru da işləmişəm. Axırda direktor olaraq yaşım təqaüddə olduğu üçün... Neçə il direktor işləmişsiniz? 4 il. Neçə il direktor müavini? Şimdi hardasa 10 ildə direktor müavini işləmişəm. O rəhbər şəxs kimi işləyibdi. Mənim öz adımızdan dərin təşəkkürümü bildirir. Allah təala uzun ömür versin, can sağlığı versin. Amma bunlardan hamısından əlavə müəllim gözəl atadır, gözəl babadır. Amma istəyirəm ki, həyat yoldaşında ürək sözü desin. Anamız, adınız, soyadınız? Adım Mustafayeva Məlahət. Məlahət xanım. Siz neçə yaşınız var? 72 yaşım var. Nə arzuluyorsun müəllim necə həyat yoldaşı olub? Necə atadır, necə babadır? Çox gözəl babadır, yaxşı babadır. Evladlarına qarşı çox yaxşıdır, münasibəti yaxşıdır. Nətər deyim? Gözəl insandır. Gözəl insandır, həqiqətən. Bizim də arzumuz odur ki, sizin hər biriniz gözəl insansınız. Hər biriniz gözəl ana, gözəl valideynlərsiniz. Dərin təşəkkürümü bildirirəm sizə. Arzumuz odur ki, sizin 75, 80, 90 yaşınız olsun. Gələk sizlərlə bağlı gözəl çəkiliş eləyək. Çağdaş Təhsil komandası olaraq dərin təşəkkürümü bildirirəm. Bugün 2025-ci il 10 dekabr tarixidir. Nə arzuluyorsunuz gələcək nəvə nəticələrinizə müəllim? Hamısına xoşbəxtlik, nəvələrimin çox sağlı təhsillidir. Yerdə qalanlar da arzu edirəm ki, onlar da ali təhsilli bir mütəxəssis kimi, cəmiyyətə yararlı bir evlad kimi böyüsünlər. Mənim çoxdan ki arzumdur. Ümumiyyətlə təhsilin tərəfində olan bir valideyn kimi, müəllim kimi çox arzumda olub ki, uşaqlarımın hamısını yüksək səviyyədə təhsillər olsunlar, ali təhsillər olsunlar. Təşəkkürlər, minnətdaram. Çağdaş Təhsil komandası sizə uzun ömür, can sağlığı. Təşəkkürlər.